Bu gün oxumuşdum, bir neçə maraqlı sual var. Onlardan başlayırıq. Hər ki, baxım görüm burada birinci nə yazıblar. Deməli yazıb salam, bir müddətdir beynimdə bir eksperiment var. Öz-özlüyümdə ona cavab tapa bilmirəm. Tutaq ki, küçədən bir nəfər tutub ona işin düzgün edilişini, böyük ehtimallı bir yanaşma öyrətsəz. Halbuki bu insan ömrü həyatında qrafik görməyib. Heç bu sahənin adını da bilmir. Tamamilə sıfırdır. Həmin insan puldan bəhs etməyib. Sadəcə edilişini öyrətsəz və ona aylıq maaş verəcəyinizi desəz. Oturduğu yerdə gündə 5-30 dəqiqə qrafikə baxıb reaksiya verib bir-iki düymə basacağını və aylıq maaş alacağına həmin insan bilmədən uğurlu treyder ola bilər. Sualın davamı belədir. Bir başqa sualım da, bu başqa sualdır. Deməli, ümumi sualdan belə başa düşdüm ki, əgər yoldan, küçədən random birini tutub gətirsəniz, sadəcə işin edilişini izah edib də ona maaş versəniz, insan uğurlu ola bilərmi? Belə deyim, market yenə deyirəm, heç bir işə bənzəmir. Bu onsuz da marketi birinci əgər ki, puldan söhbət getmədiyini bilsə, yəni həmin insan bilsə ki, bu işdə pul deyilən bir söhbət yoxdur. Risk deyilən bir şey yoxdur, itki deyilən bir şey yoxdur, qazanc deyilən bir şey yoxdur. Sadəcə bir ediliş modeli var. Amma bir problem burasındadır ki, market, yenə deyirəm, obyekt halında mövcud deyil ki, o işi konkret bilə və eləyə. Market obyekt halında mövcud deyil. Qeyri-müəyyənliyin ehtimalı halında mövcuddur. Bu isə qeyri-müəyyənliyin ehtimalı olan işlərin sayı yer üzündə çox-çox azdır. Çox-çox azdır. Buna əsas daxildir, məsəl üçün, balıqçılıq olsun, arxeoloqlar olsun, onlar hansısa bir müəyyənliklə axtarış eləmirlər. Çıxdıqları səfərlər olsun, bu kimi işlər qeyri-müəyyənlikdir. Və bunun üçün də qeyri-müəyyənliyə uyğun bir beyin lazımdır. Yəni sizin verdiyiniz sualla küçədən əgər bir nəfər tutub da buna hər şeyi öyrətsək və maaş versək, bu sadəcə düyməyə basarmı? Düyməyə basmağı hər kəsə öyrədə bilərsiniz. Düyməyə basmaq qədər rahat şey yoxdur. Heç bu işin düyməyə basmaqla uzaqdan yaxından o qədər də çox əlaqəsi yoxdur. Düyməyə basmaq hansısa çox fiziki güc tələb eləmir. İstənilən adam, yəni ki, çox zəif balaca bir körpə də rahatlıqla orada al-sat düymələrinə basa bilər. Çox balaca, az yaşlının biri də qrafik aça bilər, bir model öyrənə bilər, market haqqında öyrənə bilər. Amma qazana bilərmi? Bəs sual burasındadır ki, qazana bilərmi? Əgər ki, maaş alsa desəniz, onun bununla bağlı emosional şeyi olmayacaq, qorxusu olmayacaq. Əsas da treyderlərin istədiyi odur. Bilirsin, treyderlər nədir? Siz arxayınlıq, söykənəcək bir yer axtarırlar. Çatışmazlığı hiss eləyirlər. Marketin qeyri-müəyyənliyindəki o çatışmazlığı, o dəqiqliyi tapa bilməyəndə artıq həll yolunu xarici mənbələrdə axtarırlar. Həll yolunu xarici şeylərdə axtarırlar. Siqnal kanallarında axtarırlar, kurslarda axtarırlar. Amma çatışmazlığın qeyri-müəyyənliyə verdikləri reaksiya olduğunu bilmirlər. Amma bunun həlli içlərindədir. Həmin o müəyyənlik axtarışıdır ki, onlar elə bilirlər ki, xarici nə iləsə bunu tapa bilərlər. Amma başqa işlərdə, maaş aldığınız işlərdə bu müəyyəndir. Burada hansısa qeyri-müəyyənliklə üzləşmirsiniz. Hansısa beyin, necə deyim, xarici şey axtarmır, mənbə axtarmır ki, içindəki o çatışmazlığı bağlasın. Amma treyderlər üçün o çatışmazlıq çox açıqdır. Market çox açıq sistemdir. Açıq sistem qeyri-müəyyənlik olaraq mövcud olan sistemlərdir. Ona görə də elə bilirlər ki, oranı nəsə doldurmalıdır, amma oranı dolduran şeyi heç vaxt tapa bilməyəcəklər. Çünki əsas dolduran şey özlərinin içindədir və bunu da öyrətməyəcəklər. Çünki onsuz da bu sahəyə sərf eləyir. Bu sahədə böyük bir retail bazarı var. Bu retail bazarına daxildir siqnal qrupları, daxildir fon şirkətləri, daxildir brokerlar, daxildir onlayn məhsullar, daxildir kitablar, daxildir servislər. Çox böyük bir bazardır bu retail bazarı. Amma bu retail bazarında da 98% retail itirir deyə bunlar dönür, bu dəyirman dönür, brokerlar dönür. Məsəl üçün YouTube-dakı o YouTuberlərin şeyi dönür. Çünki o YouTuberlər də ondan qazanır. YouTuberlərin
videolarında broker reklamlar və sair olur, onlar klik eləyir, həmçinin YouTube qazandır. Bu dəyirman dönür beləcə. İtirənlər ona görə onlara lazımdır. Ona görə də ki, həqiqətən qazandırmağı öyrədən görünən üzdə nəsə yoxdur. Yəni görünən üzə baxsanız, axtarıb tapa biləcəyiniz üzdə YouTube olsun, platformalar olsun və yaxud da çatışmazlığın cavabını axtardığınız yerlər olsun, onu tapa bilməyəcəksiniz. O çatışmazlığın həll yolunu tapmaq çünki elə mümkün olmayacaq. Amma siz öyrənməli olduğunuz şey, düzdür, konkret yanaşma lazımdır. Yüksək ehtimallı güvən verə, nəyə baxdığınızı biləsiniz. Mən marketə girməzdən əvvəl mən konkret bilirəm ki, nəyə baxacam, nəyi götürəcəm. Yoxsa mən girmirəm ki, baxım, orada xəttlər zad çəkim, nə olsa götürəcəm. Elə bir söz demirəm. Nə olsa götürəcəm. Konkret bilirəm ki, nəyə baxıram. Nəyə baxıram. Bunu bilməlisiniz. Bunu bilməlisiniz ki, nəyə baxırsınız. Ondan əlavə artıq qalan çatışmazlıqlar daxildən həll olunur. Bu işin çox kiçik bir hissəsi xaricidir. Böyük bir hissəsi amma daxilidir. Daxili güləş deyim, belə deyim, daxili internal struggle, yəni daxili struggle'dır. Çünki siz insansınız. Hər kim olursunuzsa olun. Ola bilər ki, burada mənə qulaq asanlar ola bilsin ki, elə insanlar var ki, maddi səviyyədən çətinlik çəkir. Eləsi var ki, milyonçudur. Bəlkə də eləsi var ki, nə bilim, bu pul barəsində heç bir çətinliyi yoxdur. Həyatında da o çox uğurlu olub həmişə, istədiyi qədər depozit eləyə bilir, istədiyi qədər fon ola bilir. Bu həyatda kim olduğunuzun heç bir fərqi yoxdur. Mənim bildiyim əsas şeylərdən biri sizlərin məməli primat olmağınızdır. Bunu bilmək mənə kifayət eləyir ki, artıq sorğusuz, heç bir sorğusuz mən biləm ki, sizin avtomatik mühakimeniz var. Avtomatik mühakiməniz var. Və bu avtomatik mühakimənin ən çox canlanacağı yer marketdir. Treyderlər qazanmaq heç bir bacarıq tələb eləmir. Qazanmaq heç bir bacarıq tələb eləmir. Bacarığı tələb eləyən şey, ustalaşmalı olduğunuz şey itirməkdir. Bir başqa sualım da odur ki, düzdür, cəhənnəmə yıxılmış treyder nə etməlidir? Tutaq ki, ard-arda qazanıb, potensial bir işdən sonra yanlış emosional auditoriya ilə qərar verib, bir-iki itki ilə əməliyyat edibsə, həmin treyder bir daha marketə qayıtmalı olduğu vaxt, əməliyyat götürmək üçün hazır olduğu vaxt necə hiss edə bilər? Birincisi, dərhal sonra, onsuz da belə deyim, bir növ lor dildə desəm, qanın zəhərlənəcək. O kimya qandan təmizlənməlidir. O yanmalıdır. O təbii ki, daimi deyil. Heç bir emosiya daimi deyil və mümkün deyil. Lap başınıza nə qədər pis hadisə gəlir gəlsin. Ən pis potensial başınıza hadisə gəlsin. Ağlayacaqsınız. Qanınız qaralacaq. Çox pis olacaqsınız. Amma bunu davamlı şəkildə eləyə bilməyəcəksiniz. Davamlı şəkildə heç kim ağlaya bilməz. Ən pis hadisə belə başınıza gəlsə. Düz deyil, həyata qarşı dəyişə bilərsiniz, birazca şey ola bilər, amma ki, daimi pis hiss eləyə bilməzsiniz. Bədən istər-istəməz sevinəcək də, güləcək də, yəni nə qədər dərinliyə belə batsanız, nə qədər çox belə desəniz ki, hər şey məhv oldu, uzağı bir neçə gün ağlayarsınız, bir neçə gün pis olarsınız, amma istər-istəməz görəcəksiniz ki, səbəbsizcə sizə enerji gəlir, səbəbsizcə sizə həyat enerjisi gəlir. Özünüzü çox daha gümrah, çox daha yaxşı hiss edirsiniz. Yəni bizlər özümüzü aldadırıq ki, həbsu da həmişə belə olacaq, həmişə mən üzgün olacam, həmişə itirəcəm, həmişə şey olacam. Bunlar qısa müddətli mühakimələrdir. Düşüncələr emosiyadan asılıdır. Hansı emosional vəziyyətdə olsanız, yaddaşın həmin emosiya ilə bağlı olan hissəsi pop-up eləyir və qlobal məna verir sizə. Məsəl üçün, pis bir emosional vəziyyətdə olanda, deyək ki, artıq qorxu hiss edirsiniz, o zaman qorxu ilə bağlı neqativ anlamlandırmalar sizə qarşı belə yaddaşda pop-up eləyəcək. Yəni, sizin dəyərsiz olduğunuz, sizin yetərsiz olduğunuz, sizin gücsüz, salib seçilməyən biri olduğunuz kimi emosional anlamlandırma verəcəksiniz özünüzə. Bir dənə itki ona görə də qlobal mənada sizi assessment edir, sizi mühakimə edir. Bunların da təbii ki, yarandığı şeylər siz marketdə trade eləməyə başlayanda işi yanlış öyrənirsiniz.
Yanlış yollarla öyrəndiyinizə görə, yanlış yollardan keçdiyinizə görə də beyninizdə bu sahəyə qarşı çox saxta assumptionlar formalaşır. Yəni ideyalar formalaşır. Sonra məsəl üçün mentorluğa girənlərdə səs olur. Mən həmişə demişəm, mentorluğa girənlər sıfırdan başlayıb giribsə, mən həqiqətən deyirəm ki, bu rahatdır. Sıfırdan başlayanı öyrətməyə nə var ki? Sıfırdan başlayanı doğru yönəltməyə nə var ki? Çünki beyni bunun təmizdir. Bu sahənin gerçəyini ona öyrətmək olur. Amma yox. Bir də görürəm gəlir, ha 3 ildir gəlmişəm, 3 ildir 100 min, 50 min pul itirmişəm. 50 dənə kurs almışam. Bir dənə orada 50 min dənə o qədər siqnal ay görürəm ki, bu sahənin hər şilləsini yeyib. Hər şilləsini yeyib sahənin. Və mən təbii ki, bunda əziyyət çəkirəm artıq. Həmin insan çünki beyni o qədər zəhərlənib ki, mən bunun bir şey öyrədirəm. Mənim bir dənə öyrətdiyim şeyi götürür də, Valium profilə öyrənirəm, gedib görürəm ki, CRT-yi qatıb Valium profilə, onu da qatıb şeyə, IST-yə, onu da qatıb nə bilim o şeyə, ona, buna 4 saatlıq belə zad çəkib görürəm ki, bunun tam beyni çirklənib, tam beyni pozulub. Qrafikdə istər-istəməz köhnə vərdiş elədiyi şeylər görür. Təbii ki, bu da düzəlməsi bir prosesdir ki, bir zaman alır. Bir zaman alır. Amma ki, sıfırdan başlayanı yetişdirmək çox daha rahatdır. Çox daha rahatdır. Amma beyni artıq pozulmuş birini yenidən quraşdırmaq, yenidən düzgün emosional auditoriyasını yaratmaq, bu sahə ilə bağlı yaddaşını zənginləşdirmək, bu biraz daha çətin prosesdir. O körpələr dil öyrənməklə bağlı bilirsiniz necədir? Körpələrin limitləyici inancları olmur. Körpələr bir dilə qarşı limitləyici inancları olmur ki, dil çətindir, öyrənə bilmərəm və yaxud da nə bilim nə. Ona görə körpələr, yeni uşaqlar, yəni 2-3 yaşdan sonra artıq tam dil öyrənməyə başlayır. Onlar çox rahatlıqla o dili tuta bilirlər. Çünki onların böyüklər kimi limitləyici inancları olmur. Amma körpələr bu dünyanın içində bişdikdən sonra başqa bir xarici dili öyrənməkdə çətinlik çəkirlər. Çünki qavrayış xəritələri artıq dəyişir get-gedə. Yetkinləşdikcə özlərini limitləyici bir şeyin zonanın içinə salırlar. İngilis dili müəllimləri dil öyrətmək üçün kifayət deyil. İngilis dili müəllimi, əgər kimsə çox super C2 səviyyə ingilis dili bilir deyək ki, bu o demək deyil ki, həmin adam C2 səviyyədə ingilis dili hər kəsə öyrədə bilər. Çünki bilirsiniz niyə? Həmin o C2 səviyyə bilənin həyata qavrayış bucağı fərqlidir. Amma özünün belə fərqində deyil ki, bu qavrayış bucağıma görə mən rahatlıqla başqa dillər öyrənə bilirəm. 15 dənə dil öyrənə bilirəm. Çin dili də bilir, fransızca da bilir, italyanca da bilir. Hamısını demək olar qlobal dillərin əksəriyyətini bilir də, 15 dənə vacib olanını deyək ki, bilir. Amma heç vaxt düşünmür ki, bu mənim həyatımdır. Bu mənim içində bişdiyim qavrayış sisteminə görə mən bunu rahatlıqla öyrənə bilirəm. O öyrədəndə nə məsləhətlər verir bəs? Çox çalışmalısan, nə bilim filmlərə baxmışam, gecə-gündüz yatmamışam, belə öyrənmişəm, saxta məsləhətlər verir. Və buna qulaq asanlar da elə bilir ki, elə budur, gerçək budur, absolut gerçək budur. Yəni bunun bir dili öyrənməyin gerçəyi budur, amma xeyr, o deyil. Həmin müəllim olsun, həmin ingilis dilində danışan olsun, bu işə qarşı olan emosional beyni haqqında danışmır. Qavrayış xəritəsi haqqında danışmır. Məsəl üçün bir qazanan trader də ola bilər. Həqiqətən o trader qazanır, həqiqətən düzgün emosional yaddaşı var, bu sahəyə qarşı düzgün inancları var, amma soruşsanız ki, necə qazana bilərəm? Başlaya bilər şablon şeylərdən danışa bilər. Nə bilim, belə eləməlisən, bunu izləməlisən, planın olmalı, sistemin olmalıdır. Amma həmin o trader öyrədə bilmir ki, mənim içində bişdiyim ailə olsun, cəmiyyət olsun, mən həqiqətən qeyri-müəyyənliyə qarşı düzgün bir insan olaraq yetişmişəm. Amma əksəriyyətiniz və əksəriyyətimiz cəmiyyətdə qeyri-müəyyənliyə qarşı çox daha limitləyici inancların içində bişmişik. Qeyri-müəyyənlikdən qaçınma, proseslə özünə dəyər biçmə və s. və s. və s. bu sahədə bizim qabağımıza daşlar kimi yığılır.
bir növ necə deyim, bir həbsxananın içinə düşürük. Amma heç vaxtı biz bu həbsxananı sorğulamırıq. Problemin həllini xarici mənbələrdə axtarırıq ki, görəsən necə eləyə bilərəm ki, qazanım, nə edim ki, qazanım. Amma heç vaxtı düzgün sualı vermir ki, mən kim olmalıyam ki, qazanım? Mən hansı gözlərdən görməyə başlamalıyam ki, həqiqətən qazanım? Çox şey bilmək vacibdir, yoxsa sadəcə müəyyən şeylər və stabil risk istiqaləsi önəmlidir? Bəziləri deyir, xəbər izləməli, qrafikdə bir neçə cür yanaşmalı və ortaq nöqtə tapıb ona uyğun əməliyyata girməli. Bəziləri isə sadəcə əsas şeyləri bilib bir strategiya üzrə emosional idarə vasitəsilə qazanmağı tövsiyə. Bunlardan hansı? Baxın, bu urdakı suallarınız olsun, cümlələriniz olsun, oxuyanda sonradan başa düşəcəksiniz ki, və yaxud da həqiqətən bu iş barəsində düzgün ideyası olanlar başa düşər ki, birincisi siz yeni başlayıbsınız və sizi necə deyim, eşitdiyiniz şeylər sizə gerçək kimi gəlir. Üçüncü gerçəyi artıq sorğulamırsınız. Elə bilirsiniz ki, gerçək bu iki şeydən biridir. Çox şey bilməlisən, stabil risk idarən olmalıdır və yaxud da bir strategiyası. Görürsünüzmü? Sizin gerçəyə qarşı ikicə variantınız var artıq. Üçüncü variantı sorğulamırsınız ki, bəlkə mən buna 2 nəfərdən soruşdum, biri elə dedi, biri belə dedi. Deməli bunun biri yalan deyil, biri düz deyil. Amma xeyr, ikisi də yalan deyir. Həmişə variantlara açıq olun, mümkünlüklərə açıq olun ki, yəni mümkünlük 2 variantla bitmir. Mümkünlük 2 variantla bitmir ki, bu deyib ki, biri deyib ki, müəyyən şeylər bil və stabil risk idarən olsun. Biri də deyib ki, strategiya, əsas şeyləri bilib bir strategiya üzrə emosional vasitəsilə. Bunlar retail, ümumiyyətlə deyirəm, daha retail deməyim, sıfırdan başlayanların düşdüyü tələlərdən biridir. Bu tələyə düşəndə strategiya barəsində yanlış inancla girirlər. Sanki strategiya, bilirsiniz necə inanırsınız? Strategiyanı sanki market confirm eləyir. Market təsdiqləyir strategiyanı. Və yaxud da hansısa bir yol var ki, hansısa bir strategiya var ki, və yaxud da bir neçə strategiya var ki, marketi anlayır və marketdə absolut gerçəkdir. Elə bir söhbət yoxdur. Strategiya deyilən bir şey mövcud deyil. Strategiya deyilən bir şey heç cür mövcud ola bilməz. Əgər mövcud olsaydı, market olmazdı. Marketdə mövcud olmazdı. Əgər həqiqətən elə bir deterministik dünya olsaydı, deterministik market olsaydı, yəni hansısa bir strategiya ilə bunu siz çözə biləsiniz, hansısa bir strategiya artıq marketin işləmə prinsipi ola, onda market olmazdı. Qətiyyən olmazdı. Hansısa bir strategiyanı market confirm eləmir. Hansısa bir strategiyanı təsdiqləmir və yaxud da hansısa bir strategiyadan marketin xəbəri yoxdur. Strategiyanı kim yaradıb bilirsiniz? Yəni ümumiyyətlə strategiya ideyasını. Strategiya ideyasını əvvəlcədən, yəni illər əvvəlcədən bu market var olandan sonra insanlar qeyri-müəyyənliyin içinə düşür axı. Çalışırlar ki, nəsə bir yol olsun ki, bu qeyri-müəyyənlikdən çıxsınlar. Çatışmazlığın həllini xarici mənbələrdə axtarır və bunu görənlərsə başlayır strategiya çıxartmağa. Strategiya ideyası ilk başda insanlara ləziz gəlir. Hansı ki, marketin qeyri-müəyyənliyindən artıq qaça biləcəklər. Həll yolunu tapdılar. Həll yolu bu strategiyadır. Beləliklə qaça biləcəklər. Beləliklə strategiyaların sayı artır, strategiyaların getdikcə sayı artır və insanlar bunu tələb eləyir. Çünki insanlar ondan qaçmaq istəyir. O qeyri-müəyyənlikdən qaçmaq istədiklərinə görə də daimi şey axtarışındadırlar. Ona görə strategiya ideyası yaranır. Bir şey vardısa, deməli ona ehtiyac var. İnsanlar, yəni o keçən bir şey yazmışdım. Amerika reklamçılığı əsasən insanların ehtiyaclarının xarici mənbələr tərəfindən qarşılaşacağını, yəni qarşılana biləcəyini öyrədir. Onu reklam eləyir. Nəinki daxili. Və marketdə qeyri-müəyyən mühit olduğuna görə bundan qaçmaqdan ötürü yollardan ən yaxşısı bir strategiya ideyasıdır. Bir strategiya ideyasıdır ki, bundan qaçmaq olar. Qeyri-müəyyənlikdən qaçmaq olar və dəqiqlik tapmaq olar. Absolut dəqiqlik tapmaq olar. Yəni mükəmməlliyətçilik tapmaq olar. Və ona görə də insanlar olmayan şeyi yaradır. Olmayan strategiyanı yaradır. Və ona inanırlar ki, bu strategiya marketin açarıdır. Amma mövcud deyil. Strategiya deyə bir şey mövcud deyil.
Risk idarəsinə gəldikdə isə, risk idarəsinin çoxsu şey başa düşür. Necə deyim, belə, mürəkkəb, risk məsələsi əslində çox biraz uzatsaq, əgər böyük iştirakçıların risk yanaşmasından danışsaq uzun məsələdir. Ona sizin o qədər kapitalınız yoxdur ki, hə, milyonlarla, dolları bir gün ərzində böləsiz, hissəli yerlərdən limitlər yedirəsiz, aysberqlər yedirəsiniz. O risk strategiyasından ona görə də danışmağın yeri yoxdur. Risk strategiyaları çox ola bilər. Risk strategiyaları, ha. Amma sizin istifadə eləməli olduğunuz bir gündəlik treyder olaraq kiçik risklərdir. Maksimum 1-in 2-yə arası. 1 erer, 2 erer, maksimum bu aralıqda. Maksimum bu aralıqda istifadə eləməli olduğunuz budur. Çünki siz kiçik iştirakçılarsınız. Siz hansısa market əksinə gedəndə sizin əlavə edəcək kapitalınız yoxdur. Benchmark kimi məsəl üçün value weight average price istifadə eləyəsiniz, daha da çox kapital əlavə eləyəsiniz market əksinə getdikcə sizin o qədər kapitalınız yoxdur. Uzaq başlı kiçik əməliyyatlarla bölmək olar. Amma ki, yenə deyirəm, sizin əsas gündəlik treyderlərin, əsas da funded tradersiniz. Yəqin ki, hamınız yəni fonlarda eləyirsiniz. Halbuki ilkin başlayanda onsuz da bu vacibdir. Lap ilkin başlamayın, 2-3 ildə eləyin. Fonlar varsa var. Nə qədər ki, fonlar var, bundan istifadə eləmək lazımdır. Onlardan istifadə eləyib də kənar kapitallar toplamalısınız. Yəni öz kapitalınızı amma birbaşa heç vaxt riskə atmayın, məsləhət görərdim ki. Yəni yenə deyim, məsləhət də görməzdim. Yəni şey birdən başa düşərsiniz məsləhət, onsuz da hə, yəni ki, demək istədiyim odur ki, yəni məsləhət deyil. Məsləhət deyil ki, risk eləyəsiniz. Yəni çünki onsuz da ki, yəni yeni başlayanlar bir də görürəm deyir, mənim 100 dollarım var, 200 dollarım var, 300 dollarım var, bundan nə qədər qazana bilərəm? Deyirəm, qazana bilməzsən. Get apar o pulu qoy kənara. Ya şey eləmə, brokera yatırma, kripto alma, qoy kənara. Ya eləmə. Gedir bir gündən sonra nə oldu, nə oldu və getdim 200-ü 500 elədim. Ona heç nə demirəm. Heç nə demirəm. Hə, nə elə get 200-ü 500 elə. Nə deyirəm ki? Vəsə o sırada həmin adam əlinə kalkulyator götürür, 200-ü 500 eləyib də 300 dollar qazanıb 300 bizə dəqiqə gözləyin. Hə, 300 bunu vurdun neçəyə? 30-a vursam nə qədər eləyir? 9000. Aya 9000, ilə də ki vurdun 12-yə 108.000. Bu şey oldu da, bu sirrini tapdı həyatın. Həyatın sirrini tapdı, bug'ını tapdı. Yəni qətiyyən çalışın ki, əsas da ki 1 ildən, 2 ildən az təcrübəniz varsa, qətiyyən öz kapitalınızı riskə atmayın. Əsas da ki avtomatik assessment haqqında bilmirsinizsə, daxili dialoqunuz haqqında bilmirsinizsə, emosional beyin və düşüncə arasında əlaqəni bilmirsinizsə, düz trader olaraq düzgün işin ediliş modelini bilmirsinizsə, hələlik bir qəpiyinizi belə riskə atmayın. Və yaxud da hər də strategiya anlayışı var. Bayaq strategiya anlayışını izah elədim ki, əslində siz necə inanırsınız strategiyaya? Yəni niyə strategiya deyə bir şey bu trading dünyasında var? Bunlar yenə deyirəm, ehtiyacdan yaradılan şeylərdir, hansı ki, gerçəkdə yaradılmamalıdır. Strategiya odur ki, Hərrac teoremi, yəni necə deyim, Hərrac teoremi onu dəstəklərsən, auction market theory. Market Hərrac teoremi onu dəstəkləsin. Dəstəkləməsə, yəni əgər ki, order flow dəstəkləməsə, artıq konkret hansı marketə baxdığınızı bilmirsinizsə, orada da hansısa bir strategiya şey elə bilməzsən. Şamın başından, dalından strategiya olmur. Və yaxud da yanaşma deyil. Şamın başı belə getdi, dalına belə girdi, 4 saatlıq belə əyildi, burası belə. Bunlar şey deyil. Bunlar onsuz da ki olacaq. Qrafik hərəkət edirsə hər şey oxşaya bilər. Qrafik nə qədər ki hərəkət edir, təbii ki şamlar olacaq. Bu şamların üstünə anlam yükləməyin. 2 dənə, 3 dənə şamın arasına tutub da blok çəkməyin. 3 dənə şam görən kimi, yox, çünki bilirsiniz niyə bunlar var? Niyə 3 dənə şamın arasına insanlar FVC çəkməyi xoşlayır? Çünki rahatdır. Sanki elə görünür ki, bu gerçəkdir. Bu həqiqətən çəkilməlidir.
Bu həqiqətən olmalıdır. 3 dənə şam, ortadakı şamdan əla, bir dənə qəşəng PVC-dən çək ora. Elə bilirlər ki, bu olmalıdır. Bu həqiqətən mövcuddur. Çünki qrafikdə hardan çıxıb, hardan çıxıb? Qrafik hərəkət eləyir, random qrafik vəziyyətlər yaradır. Bunun üstünə hər şeyi çəkə bilərsiniz. Çəkməklə olunmur. Marketlə, yenə deyirəm, candle'lar elə belə şeylərdir. Olub candle'lar var, olub bitmiş candle'lar. Bunlar elə belə şeylərdir. Lap bu nəyə oxşayır, oxşasın ha o candle'lar, onlar elə belə şeylərdir. Birinci arxada bir hərrac prosesini görməlisiniz. Hərrac prosesini görməlisiniz. Gerçək order flow datasını görməlisiniz. Auction Theory, bir də necə deyim, onun bir dənə təməl dərsini paylaşmışam sizinlə YouTube-da. Yəni hərrac teoreminin təməl 3 qanunu nələrdir? Birinci qanun odur ki, market qəbullanma zonası yaradır. İkinci qanun odur ki, market bir qəbullanma zonası yaradır, amma onun xaricinə çıxa bilmir. Buna failed auction deyilir, yəni uğursuz keçmiş hərrac deyilir. Və yaxud da market iki hərrac zonası arasında qiymət çatdırılma eləyir. Əsas 3 təməl qanuna bölmüşəm və bunu dəstəkləməlidir. Qrafikin hərəkəti bunlar üstündə deyə hərrac teoremini hansısa bir yanaşma eyni zamanda dəstəkləməlidir. Ya o dəstəkləməlidir və yaxud da necə deyim, order flow datası, yəni absorption olsun, exhaustion olsun. Bunlar dəstəkləməsə adi qrafiklər heç nədir. Adi qrafiklər heç bir məna vermir. Candle'lar heç bir məna vermir. Candle'lar hər şeyə oxşaya bilər. Amma o yanaşmanı arxadan dəstəkləyəcək gerçək kontekst olmalıdır. Kontekst da odur ki, siz artıq məntiqi olaraq anlamlandırıbsınız ki, bu artıq həqiqətən var. Yoxsa olmayan şeylər, olmayan nə bilim bloklar, olmayan, mövcud olmayan şeylər, bunlar mövcud deyil. 100 min dənə bəlkə də saysanız strategiya var traderlər üçün. Amma bu strategiya, yenə deyirəm, ehtiyacdan yaranıb. Traderlərin qeyri-müəyyənlikdən qaçma qorxusunun ehtiyacından yaranıb və davam edir. Çünki sadədir. Biraz sadəliyə qaçır. Yeni başlayanlar onsuz da qrafikdən qorxur və biraz sadəlik axtarır. Sadəliyi isə sadə strategiyalarda tapır. Birinci xəttlər çəkərək, sonra biraz daha mürəkkəbinə qaçırlar, SMC-yə filan. Ondan sonra qorxurlar. Təbii ki, yeni başlayan traderin qarşısına volume profile çıxardanda, footprint çıxardanda, delta çıxardanda gözü qorxacaq. Gözü qorxacaq. Daha sadə, daha yeyilə bilən şeylər axtaracaq və hələ də oradan-buradan eşitdiklərinə görədir ki, trend xəttini görür ki, bir traderin nə qədər abunəçisi var, 1 milyon, 2 milyon abunəçisi var, trend xətti öyrədir. Yaxşı, Nihatın nə qədər abunəçisi var, baxır ki, 1200, 1500, bu da dərslər öyrədir. Yox, bu deməli, bu çox olan gerçəkdir ki, bunu bu qədər adam izləyir də. Cəmaət tupoy deyil ki. Cəmaət tupoydum bəs. Təbii ki, tupoydu cəmaət. Təbii ki, tupoydu. Çoxluq həmişə yadınızda saxlayın ki, daha şey olan olur. Vaxtilə də ki, bu daha yayılmış bir problem idi bizim aramızda. Yeni başlayanların hamısını pozmuşdular, türklər, bir də bir-iki nəfər bizimkilər pozmuşdu yeni başlayanları, beyinlərini çirklənmişdilər, həm zamanlarını alırdı, həmin traderlər pullarını itirirdi və mən bunun üçün çox çalışırdım ki, bir göz açım. Bir göz açsın ki, bunlarda hansı uçuruma doğru gedirsiniz və bu uçurum nəticə verməyəcək. Hansı uçuruma doğru gedirsiniz? Zamanla dəyişəcək. Yəni zamanla uzağı birinci, məsəl üçün mən uzun bir müddət mentorluğa başladıqdan sonra 2024-də uzun bir müddət 10 nəfərdən az tələbəm olub. Çox uzun bir müddət. Uzağı 9:30-dan sonra artıq nisbətən tanınmağa başladıqdan sonra məni nisbətən qulaq asanlar ondan sonra artıq bizim aramıza qatılmağa başladılar. Amma uzun bir müddət mən sadəcə 5-10 nəfər üstündə işləmişəm. Və çətini elə o 5-10 nəfər üstündə işlədikdən sonradır ki, artıq get-gedə birinci kiçik bir kütlə ayılır. Kiçik bir kütlə biraz gözü açılır. Ondan sonra bu genişlənməyə başlayır. Get-gedə genişlənməyə başlayır. Və hal-hazırki trader cəmiyyətində, yəni bizdə Azərbaycanda böyük bir təsir göstərmişik. Burada hazırda 40 nəfər var. Amma bilirsiniz nə maraq? Bax, burada 844 nəfər abunəçisi var da NT Futuresin. Amma 40 nəfər var burada. Həmin o 40 nəfərin də
40 nəfərin də neçə nəfər tələbəmdir deyim. 20-dən çoxu da tələbəmdir 40 nəfərin. Burada üzvlər arasında. Niyəsə şey eləmirlər, qoşulmurlar, qulaq asmırlar. Məsələn, üçün burada yuxarıda postda baxıblar 185 nəfər, 235 nəfər. Yəni nə xoş olardı ki, bura qoşula 200 nəfər. Çox daha maraqlı olardı. Hər qəşəng maraqlı suallar verir, canlıya qoşuram, müzakirələr eləyirik. Çox yaxşı olardı ki, bir görək ki, 200 nəfər görək, 150 nəfər görək, 300 nəfər görək. TikTokda zətdə canlı açmıram, zəhləm girir. Çünki bilirəm ki, aaa, bir toplam xiyar yığını gələcək, qoşulacaq canlıya. Onlarla məşğul olmaq var, söhbət eləmək var. Amma mən yenə bilirəm ki, Into Futuresdə keyfiyyətli insanlar var həqiqətən. Yəni o qıraqdan bucaqdan gələnlər yoxdur. Gələnlər olsa belə çıxırlar, çox qalmırlar. Görürlər ki, başa düşə bilmirlər. Qavrayış bucaqlarına uyğun deyil, onlar da ki, çıxmağa başlayıblar. Abi long term investment edirsən, bu haqda tövsiyə edəcəyim müəllimlər və ya başqa nəsə var? Long term investment hazırda deməzdim ki, işimin bir parçasıdır. Mən əsas gündəlik traderəm. Investmentlər var təbii ki, kriptoda da, amma ki, müəyyən bir, məsəl üçün öz xoşladığım kriptolar hansısa, yəni yenə də yatırım eləyəndə də mən bilirəm ki, bu gözümdən çıxartdığım puldur. Çünki yenə deyirəm, kripto hansısa nəyinsə varlanmağın açarı deyil. Kripto hər bucaqdan baxsanız, istəyir nə qədər araşdırma eləyirsinizsə eləyin, nə qədər çox şey edirsinizsə eləyin, kripto qədər qeyri-müəyyən bir marketi yoxdur. Düzdür, yaxşı returnləri ola bilər, amma kripto marketin riski çoxdur. Əsas da kriptonun futuresindən qaçın. Kriptonun futuresindən qaçın mütləq ki. Bir nəfər belə görməmişəm ki, kriptonun futuresindən qazansın. Qazanmaq nəyə deyirsiniz, hə? Bir gecədə 100-ü 1000 eləməkdən ona mı deyirsiniz? Və yaxud da nə bilim, bir həftə 200-300 qazanmağa ona mı deyirsiniz? Heç olmasa bir neçə ay bunu eləyə bilibmi davamlı? Qazanmaqda problem yoxdur. O trader itirə bilirmi? Var itirmək, var da ki, itirə bilməmək. İtirə bilməmək odur ki, hamısını itirirsiniz. Qazanmaqda problem yoxdur. Hər trader qazana bilər. Bir neçə həftə daldala qazana bilər. Bir neçə gün daldala qazana bilər. Amma hər trader itirə bilməz. Bir gün kifayət eləyər, 10 dəqiqə kifayət eləyər ki, hər şeyini bir göz açıq qapayana qədər itirsin. Və həmin ana nə səbəb olur? O explanationlar yaratmağa çalışır. Market pis idi, mən qaydalarımı izləmədim, nə bilim mən axmağam, burada girməməli idim. Amma halbuki heç qazansa həmin əməliyyatı pisləməz. Deməz ki, mən burada girməməli idim. Qazansa deyəcək ki, məndən yoxdur, məndən yaxşı traderəm. Amma sırf orada itirdi deyə, bəlkə də düzgün əməliyyatdır o. Bəlkə də yaxşı əməliyyatdır. Amma istər-istəməz get-gedə başlayacaq həmin əməliyyatı şey eləməyə, səbəbləndirməyə ki, bu çox pis əməliyyatdır, bunu girməməli idim. Bax, emosional beyin elədir, qaçış yolu axtarır. Hər cəhətdən qaçış yolu axtarır. Növbəti suala baxaq. Nə qədər müddətdir tək yaşayırsınız və həyatınızda hansı dəyişikliklər baş verəndən sonra bu qərarı aldınız? Bu qərarı ümumiyyətlə yenə deyirəm, mən həmişə tək yaşamaq istəmişəm. Həmişə tək yaşamaq istəmişəm. Hardasa 4 ildir. 4 ildir tək yaşayıram və təbii ki, çox müsbət yanları var. Tək yaşamaq həqiqətən çox əladır. Çox müsbət yanları var. İstər sakitçilik olsun, istər sizin işinizdə olsun. Hər cəhətdən müsbət yanları var. Və bir də xarakterdən asılı ola bilər. Mən kimlənsə yaşamaqda çətinlik çəkirəm. Nisbətən səs olsun, ya nə bilim, həm də ki, bu işimlə bağlıdır ki, səs olmamalıdır. Səs olmamalıdır, cəmiyyət olmamalıdır. Çünki populyasiya, yəni və yaxud da yeni başqa sosial məməlilər insana çox təsir eləyir. Biz də sosial məməliyik deyə istər-istəməz sizi başqa bir sosial məməlinin arasına atanda, istər-istəməz siz dəyişməyə başlayırsınız. Özünüzdən asılı deyil, çünki bu təbii bir prosesdir. Sizin özünüzdən asılı olan hissəniz çox cüzidir. Əsas hissə sizin özünüzdən asılı olmayan hissəni də siz sosial bir mühitə düşəndə istər-istəməz dəyişməyə başlayırsınız. Emosional vəziyyətiniz də dəyişir, davranışınız da dəyişir.
Artıq bir olmaq istədiyiniz və bir trader olaraq olmalı olduğunuz adam olmursunuz. Ona görə də mən əsas, yəni məsələn tələbələrimə tövsiyə edirəm ki, bir cəmiyyətdə, yəni yəni bir şeydir, insan çox olan yerdə trade eləmə. İnsan çox olan yerdə trade eləmə. Çünki köhnə yaddaşına yıxılma ehtimalın daha da çoxdur və bundan çıxmaq ehtimalın daha da azdır. Daha az, daha insanların daha az olduğu yerlərdə elə ki, hansısa bir proseslə, performansla özünə dəyər bitməyəsən, daha çox günahsız hiss eləyəsən. Çünki populyasiya olsun, yaxınlar olsun, heç vaxt sizə düzgün sualı verməyəcək bu işlə bağlı. Onların verdiyi suallar çox-çox yanlış olacaq. Onların verdiyi sual nə qədər qazandığın haqqında olacaq, nə qədər qazanıbsan indiyə kimi bu haqda olacaq. Çox yanlış suallar verir. Amma doğru sualı verəcək çox az insan var. Bəli, mənim yanımda oturub trade edə bilərsiniz. Çünki Nihat doğru sualı verəcək. Amma bu işi bilməyənin yanında otursanız o iş təbii ki, yanlış sual verəcək. Çox yanlış suallar verəcək. Biri yazıb tələbəyik, 500-600 manat kimi limitli büdcəmiz var. Ondan necə bir hesab böyütməyə uyğun plan qurmalıyıq? Birinci, məsələn siz burada varsınız da, istəyirsiniz səsinizi açıram. Daha çox çünki orada mesaj yazmalı, mesaj çox axıra düşür deyə mən onu tapa bilməyəcəm. Yəni açım. Bəli, icazəni açdım sizdə. İstəsəniz səsi açıb danışa bilərsiniz. Bir neçə sual vermək istəyirəm. Neçə il təcrübəniz var? Nə eləyirsiniz? Nə ilə baxırsınız? Hansı yanaşma ilə baxırsınız marketə? Nə etdiyinizi bilirsinizmi? Bunları mən bilməliyəm. Yoxsa maraqlı deyil ki, sizin nə qədər büdcəniz var. Sizin ola bilər 200 min büdcəniz var. İstər 500 min büdcəniz olsun. Bunun heç bir fərqi yoxdur. Büdcənin o qədər də böyük bir fərqi yoxdur. Çünki o 500 mini də bir günə itirmək olur, 100 mini də bir günə itirmək olur, 500-600 də bir günə itirmək olur. Və ola bilər ki, sizin heç büdcəniz yoxdur. MyFunded Futures'dan giveaway-dən $1 hesab alıbsınız. Biraz da payout edibsiniz. Məsəl üçün bir tələbəmdə elə olmuşdu bu yaxından. MyFunded Futures'ın giveaway var idi. $1 hesab almaq olurdu. Oradan bir hesab aldı. 2 dəfə də $1000 payout elədi. Görürsüz, heçlikdir də. $1, sadəcə $1 çıxıb MyFunded Futures'dan hesab alır, keçir. 2 dəfə də 1K payout edir, eləyir 2K. Həmin o 2K-nı da sonradan yeni hesab ala bilər, yeni şey eləyə bilər. Üçüncü payoutuna da az qalmışdı. Sadəcə micro əvəzinə NQ ilə girdiyinə görə hesabını itirdi. Yəni şeyin heç bir fərqi yoxdur. Mən başa düşmək istəyirəm ki, siz hansı siz trade edir? Buyurun, səsi açmışam. Elcan bəy, danışmaq istəsəniz aça bilərsiniz. Növbəti suala keçim, yəni ki, uyğun Tamam. yerdə. Buyurun, buyurun. Vaxtınız xeyir. Artıq 7 aydır Axşamınız. trade edirəm. Əvvəllər 2-3 ay əvvəl ICT trade edirdim. Sonra yayda başladım order flow öyrənməyə. İndi hal-hazırda 9.30 trade edirəm. 4 həftədir. Bəs demoda edirsiniz, yoxsa fund Bir hesab hesab götürürsünüz? var. Forex-dir ancaq işləm alanda spirti çox olur deyə Forex, normal borcdan girə bilmirəm həm də. bəli, Forex fon firmaları çox limitləyicidir. Yəni bunu indidən deyim. Mən 5-6 Hər ay qabaqdan mənada, almışam. bəli, hər mənada Forex fonları çox limitləyicidir. Yaxşısını bilirəm desəniz, bir dənə FTMO-nun Forex-də biraz da qaydaları daha yumşaqdır. Çünki limitlə xəbərdir demək olar ki. Amma qalan Forex firmaları həqiqətən istədiyi returnlər həddən artıq çoxdur. Yəni 200%, 300% return istəyirlər. Məsələn, limit 200 deyək ki, istədikləri hədəf 500-dür. Minimum 5K-lıq hesab yəqin ki, belə olar. 100K-lıq hesabda da azdır, limiti azdır. Siz heç vaxt hesabın ölçüsünə baxmayın. Siz baxın limitə, siz baxın hədəfə. Limitə, hədəfə. Məsələn, 2K limit varsa, 3K qazanmalısınızsa, bu nə deməkdir? 2K-nı 5K 3% eləməlisiniz. falan belə istəyir. Bəli, returnləri çoxdur. Yəni hesabın o dalına 100 dənə də sıfır yaza bilər. Baxın, $1 milyon hesab verə bilər sizə, amma baxırsınız ki, $1000 limiti var. Bu o demək deyil ki, artıq siz 1 milyonluq kapitalla trade edirsiniz. Yox, sizin simulyasiya olunmuş kapitalınız sadəcə $1000-dır. Limitiniz sizin kapitaldır. Belə deyim, 4 həftə deməli 9.30 edirsiniz. 9.30-la. 9.30-da yeni başlayanlar əsas mən deyirəm, məsləhət görürəm ki,
930 generative modelə bəli, üstünlük verə bilər. Amma get-gedə daha peşəkar levelə keçdikcə biz daha çox 930-u başqa yanaşma ilə götürürük. Hansı ki, elə bir yanaşmadır ki, qarşısına heç nə ala bilmir artıq. Yəni tamam fərqli, daha peşəkar bir yanaşmadır. Hansı ki, tam o haqda danışmıram, amma bu daha növbəti levellərdir. Amma bir yerə qədər 930 generative model daha sadədir, daha asandır, daha konkretdir. Və bir müddətə qədər 930 GM-lə yanaşa bilərsiniz. Amma ki, risk məsələsinə gəldikdə isə 500-600 manat kimi limitli büdcə deyirsinizsə, birinci bunu kənara qoymalısınız. Təbii ki, bunu şey eləməməlisiniz, depozit eləməməlisiniz. Uzaq başlı siz eləyə bilərsiniz. Onun içindən bir dənə məsələn top step almaq üçün hesab götürə bilərsiniz. Həmin götürdüyünüz hesabda da ki, ilkin hələ sıfırdan başlayırsınız deyə riski bölməlisiniz. Heç olmasa 5-6 yerə minimum. 1.930 başına 2000-in 5 yerə bölünə nə qədər edir? 400. 400. 1.930 günündə maksimum 400 itirməlisiniz. Və NQ-də də ki, volatilliyi nəzərə almalısınız. Risk yenə deyirəm, volatilliyə görə nizamlamalısınız. Ola bilər ki, hədəfinizə 50 point var. 50 point varsa 400 risk atmaqdan ötürü nə etməlisiniz? 400 dollar risk atmaqdan ötürü mikroya keçməlisiniz. Mikroya keçməlisiniz və 2 yox, harasa 4 mikro girəndə yox, 4 mikro yox. 1 mikro 2 dollardır, 1 pointlik hərəkət. 50 pointlik hərəkət də ki, eləyir 100 dollar, 1 mikroda. Deməli 400 dollar üçün də ki 4 mikro. 4 mikro girsəniz, 50 pointlik hərəkətdə 400 dollar olacaq. Ona görə də mikro ilə, NQ ilə girəcəyinizi əvvəlcədən həmin hədəfə qalan yerə uyğun nizamlamalısınız. Lap kənarda bir dənə belə nəsə qeyd eləyə bilərsiniz hardasa. Yəni 50 pointlik hədəfə məsələn 56 pointlik yer varsa neçə mikro girməlisiniz? Hədəfə 10 pointlik məsafə varsa 2 NQ girməlisiniz. Bunları kənarda lap əzbərləyə bilmirsinizsə, əzbərləyənə qədər kənarda yazın, əliniz vərdiş etsin. Çünki bu risk məsələsi vacibdir. Elə adam var götürür, 10 pointlik volatilliyə də 1 NQ ilə girir, hədəfə 100 point olanda da 1 NQ ilə girir. O da ki, bircə damcı qrafik tərpənən kimi hesabını uçurur. Ona görə bilməkdən əlavə bu risk yanaşmasında volatilliyi nəzərə almaq lazımdır. Ona görə uyğun da ki, pozisiyanın ölçüsünü artıra bilərsiniz və yaxud da pozisiyanın ölçüsünü azalda bilərsiniz. Yəni belə, yəni əsas mənim deyə biləcəyim yol xəritəsi odur ki, sadəcə ya top stepdən ya MFF-dən hesab götürüb də maksimum riski 1.930 trade edirsinizsə, maksimum riski 400 dollarda limitləməlisiniz. Bilməlisiniz ki, 5 gün daldala 9.30 stop olsa, ancaq onda itirərsiniz hesabı. Maksimum pis hal budur ki, 5 dənə daldala stop olsa, hesab bitmiş sayılır. Yəni heç olmazsa strikə bölməlisiniz ki, onu daha rahat olasınız. Çox sağ olun məlumat üçün. Və bir də ki, bəli, sizin bir də sual vermək istədiyim şey, bu işdə sizə görə gerçək uğur nədir? Hansı traderə siz həqiqətən uğurlu trader deyərsiniz? Əvvəllər mən beynim çirkin məlumatlarla dolu idi. ICT öyrənirdim. O türk bir dənə trader var idi ondan. Əslində sizin kanalınız qabağıma çıxmışdı. Hamıda olduğu kimi baxdım ki, takip sayısı azdır. Yenə qaçdım şeyə. Böyük takipçi hesablara. Uğur mənim üçün hal-hazırda yaxşı trader olmaqdır. Burada pul qazanmaq falan o qədər də önəmli deyil də hələ ki, ən Bəs başda. yaxşı trader ideyası sizə görə nədir? Strategiyasına uyan da hər gün durub da ki, işin başında gözləməyin ki, bu gün işim olacaq, olmayacaq falan belə. Bəs emosional mövzuya gəldikdə isə bu haqda nə deyə bilərsiniz? Emosiyama çox qapıram. Əvvəllər hardasa bu hesabının birinci mərhələsini keçmişdim. İkinci mərhələdə bir dənə işləm bitirdim elə bir şey. Bir dənə işləm bitirəndən sonra başladım davamlı işləm açmağa. Yəni Bəli, sizə mindfulness bilmədiyiniz şeylər var. var. Mindfulness seriyasını bitiribsiniz bəs? Mən YouTube-da Bəli, açıq ondan paylaşdım. sonra dediklərinizin demək olar hamısı məndə var idi. Uğursuz Bəli, traderlərdə. hələ də bilmədikləriniz var. Ona görə də ki, hələ də fon götürməyin. Hələ də fon götürməyin, çünki hələ də sizi limitləyici şeylər var. Qazanmaqda problem deyilik. Hər kəs qazanmaq necə lazımdır bilə bilər. Hər kəsin çox yaxşı güvəndiyi bir yanaşması ola bilər. Amma hər kəs qazana bilməyəcək. Qazanmaq necə lazımdır biləcəyik. Bəlkə də eyni qazandıran əməliyyata hamı eyni girəcək. Amma ki, eyni qrafik belə baş versə, orada sadəcə kiçik bir hissə qazanacaq. Çünki siz heç vaxt marketi görmürsünüz.
Hər kəs fərqli marketlər görür və siz hal-hazırda olduğunuz emosional vəziyyətə əsasən marketi görürsünüz. Siz hal-hazırda qorxu, özünə şübhə, narahatçılıq hiss edirsinizsə, nə qədər yaxşı qaydalarınızı izləyirsinizsə izləyin, nə qədər yaxşı əməliyyata girdiyinizi düşünürsünüzsə düşünün. Ola bilər ki, həqiqətən də yaxşı əməliyyata giribsiz. Amma sizin gördüyünüz marketə əsasən müəyyən olunur ki, mümkünlük, yəni sizin üçün müsbət mümkünlüklər olacaq, yoxsa mənfi mümkünlüklər. Sizin hal-hazırda gördüyünüz marketə uyğun dəyişəcək bu. Ona görə də ki, bildikdən sonra ki, necə qazanmaq lazımdır, ondan sonra çönməlisiniz öz içinizə. Öz içinizə sönməlisiniz. Görməlisiniz ki, sizi limitləyən şeylər nələrdir? Hansı inancları dəyişməlisiniz marketlə bağlı olan? Hansı emosional vəziyyəti hiss edirsiniz? Məsələn, birinci gün market açılacaq deyəndə, trek götürəcəksiniz deyəndə, ürəyiniz döyməyə, narahat hiss eləməyə, sanki bir nisbətən stres hiss eləməyə, qorxu hiss eləməyə başlayırsınız. Yoxsa bunun fərqinə vararaq artıq gücləndirilmiş emosional vəziyyətlərinizi hiss edirsiniz. Düzgün niyyətli formalaşdırdığınız inancların gözündən marketi görürsünüz. Bilirsiniz ki, bu gözlərdən görməlisiniz. Mümkünlüyün sizə açıq olması üçün. Limitləyici gözlərdən görəndə artıq. Ola bilər çox mükəmməl əməliyyata girəsiniz. Ola bilər siz də eyni 9:30-a girəsiniz, mən də eyni 9:30-a girəm. Amma nəticə olaraq fərqli marketlər görəndə həmin əməliyyatın nəticəsi də dəyişir. Ola bilər ki, siz axıra kimi gözləməyəcəksiniz, qorxudan break-even-ə keçəcəksiniz, tez bağlayacaqsınız və yaxud da bizə dalımıza əksinə qayıdan kimi bağlayıb əksinə əməliyyata girəcəksiniz. Görürsünüzmü? Hamı eyni əməliyyata girdi. Amma nəticə hər kəs üçün eyni olmur. Ondan sonra qıcaqlanacaqsınız, əksinə açacaqsınız, daha da böyük risk eləyəcəksiniz, bəhanə tapıb olmayan əməliyyatlara, lazım olmayan əməliyyatlara girəcəksiniz. Belə şeylərin hamısının səbəbi onda deyil ki, siz qaydalarınızı izləmədiniz. Onda deyil ki, siz riski düzgün idarə eləmədiniz. Onda deyil ki, siz yanlış əməliyyata girdiniz. Əsas sönüb baxmalı olduğunuz şey hansı sizin marketi eksperiment eləməyidir. Bunları bilməyənə qədər qətiyyən fon hesabı götürməyin. Çünki böyük ehtimalla lap 1 həftə, 2 həftə dalda qazanacaqsınız və bircə gün çəkəcək ki, bir də gözünüzü açıb yumacaqsınız ki, hər şeyi itiribsiniz. Ona görə birinci dəyişilməli olan şeyləri dəyişmək lazımdır və mindfulness seriyasına 9-10 dənə dərs var. Onun əsas da son 5 dənə dərsinə daha sadələşdirilmiş dərslərdir. Onlara bir dəfə daha baxın deyərdim. Çox sağ olun. Buyurun. Növbəti suala baxaq. Bir neçə kursu, order flow, PO3, CRT, klassik texnik analiz, volume profile birləşdirib strategiya yaratmaq doğru olar, yoxsa bir-birindən kiçir? Təbii ki, qətiyyən, təbii ki, qətiyyən. Qətiyyən olmaz. Yəni əməliyyat açmaq üçün daha çox təsvir edəklik üçün hərəsindən daha çox işləyən məqamları birləşdirib bir strategiya yaratmaq olar. Bu qulağa xoş gəlir. Qulağa bilirsiniz nə xoş gəlir. Məsəl üçün CRT-nin 30% win rate varsa, ICT-nin 30% win rate varsa, nə bilim PO3-ün 20% win rate varsa, ICT üstə gələk CRT üstə gələk PO3 20 30 30 80 80 deməli bunun hamısını mən mix eləsəm 80% win rate-im var. Hələ onun üstünə texniki analiz gərsəm, hələ onun üstə də fundamental analiz gərsəm, hamısını birləşdirsəm 100% win rate-im var mənim. Xeyr, bu həyatda bir dilə yaxşı yata bilər, birləşdirmək, gücləndirmək, amma market buna görə mükafatlandırmır. Həyatdakı çoxlar marketdə işə yaramır. Həyatdakı çox əziyyət çəkmələr, həyatdakı çox şeyləri öyrənmək, həyatdakı çox zaman sərf eləmək qrafikin qarşısında. Bunlar həyatdakı digər şeylərdə bəlkə də nəticəni artıra bilər, amma marketdə əksinə itkilərinizin sayını artıracaq. Sizi daha da çox türmədə saxlayacaq, daha da çox limitləyici bir həbsxananın içində saxlayacaq. Marketin mükafatlandırdığı şeylər bunlar deyil. Yəni rəngarənglik deyil, çox əziyyət çəkmək deyil, çox şey bilmək deyil. Bunların heç birini mükafatlandırmır. Yanaşma mümkün qədər sadə olmalıdır ki, siz qrafikdə onu marketin qeyri-müəyyənliyində, yəni 9:30 açıldımı, volatillik coşdumu, siz onda görə biləsiniz. Siz onu orada görə biləsiniz. Gerçək marketdə görə biləsiniz. Texniki olaraq lövhədə hər şey çəkmək olar.
Kağız üstündə teorik olaraq hər şey əla görünə bilər, amma real marketdə onu siz görüb icra eləməyiniz üçün, reaksiya verməyiniz üçün, güvənin reaksiya verməyindən ötrü, qorxunun yox ha, güvənin və rahatlığın reaksiya verməyindən ötrü o kifayət qədər sadə olmalıdır. Kifayət qədər daha, necə deyim, konkret olmalıdır, daha yığcam olmalıdır həmin yanaşma. Konteksti sadədir ki, bilirsiniz ki, nəyə baxırsınız, nə götürəcəksiniz, hansı halda götürəcəksiniz. Bunları əvvəlcədən bilirsiniz. Yoxsa nə bilim, PO3-ün başı belə gələndə PO6-ya baxacam, PO6 belə əyiləndə PO4-ü də əlavə eləyəcəm, onu da oradan FVC axtaracam, oradan da qırılandan sonra şeyə baxacam, footprint-ə baxacam, ondan da footprint-ə baxandan sonra xəbərləri yoxlayacam ki, görüm xəbərə varmı? Aha, nə var? Ayda, bu günə FOMC var. Vso, no trade, no trade bro, no trade. Vso, FOMC-də məntiqə bax. FOMC-də trade eləmə. Birinci günlər trade eləmə. Xəbərdən sonra trade eləmə. Xəbərdən əvvəl trade eləmə. Qış gəldi trade eləmə. Yaz gəldi trade eləmə. Yay gəldi trade eləmə. Bu gün yeni ildir. Bu gün Trump danışır. Bu gün filan kəsə. Bilirsən nə vaxt trade edəcəksən? İl qurtardı. İl qurtardı. Həftə qurtardı. Bu gün CPI var. Bu gün belə var. Bu gün no trade, no trade. Bunlar hamısı bəhanələrdir. Bunlar hamısı qaçış yollarıdır. Bəhanələrdir ki, özünüz özünüzə tapırsınız ki, yox, səbəbləndirmə verirsiniz. Səbəbləndirmə verirsiniz ki, nələrdənsə qaçmaq olar. Volume weight average price necə qavranılmalıdır və nə kimi anlayışlar tətbiq edilməlidir? Volume weight average price-in nə olduğunu birinci bilməlisiniz. O bir növ necə deyim, benchmarkdır. Hal-hazırda icra olunmuş volume və orta qiyməti nəzərə alaraq hesablanır. Və bir növ benchmarkdır ki, qiymət hal-hazırda olması gərəkəndən ucuzdur yoxsa bahadır. Bunu da institutionallar daha böyük, necə deyim, əsas institutional tooldur. Hansı böyük iştirakçıların istifadə etdiyi bir tooldur. Bilir ki, hansı hissədən, məsələn, alış əməliyyatlarını hansı hissələrdən eləməlidir. Satış əməliyyatlarını hansı hissələrdən eləməlidir ki, marketə çox təsir eləməsin və ideal qiymətlərdən doldura bilsinlər. Və bunu doğru zamanda, doğru cür istifadə edəndə görərsiniz ki, çox mükəmməl bir tooldur ki, sizə ideya verir. Risk menecmenti necə qurursan videolarında görürəm, max 1 error işləmini en azından görə demirəm. 1-1-ə errordir, win rate'im də yüksəkdir, mənim üçün elə bir problem olmur. Hesabı sürətlə yuxarıya darta bilir gündən-günə. Yəni hansısa belə bir mənim fokus olduğum şey dəqiqlikdir. Yəni marketdə əsas güvən və dəqiqlikdir ki, mən o yüksək tutum, win rate-i yüksək tutum, daha yüksək ehtimallı əməliyyatlar götürüm və errorimi də az tutum. Bunlar davamlı olsun, gündən-günə olsun, təkrarlansın. Yəni qazanclarımın sayı daha da çox olsun. Bu daha rahat gəlir mənə. Nəinki 10 dənə əməliyyatda dalda itirəsən ki, birində birini ona trade tuta biləsən. Çox məntiqsiz, çox bunun riyazi səbəbləndirmə olaraq da izah eləmişəm. Monte Carlo simulyasiyasında da göstərmişəm ki, bir error nə deməkdir və 3 error nə deməkdir. Normalda həyatı deyirəm, həyatdakı çoxlar burada keçmir. Həyatdakı böyüklər burada keçmir. Nə böyük hərəkət, nə böyük error. Bunlar marketin mükafatlandırdığı şeylər deyil. Həyatda bunlar çox görünə bilər. Hə, 3 error, böyük hərəkət, 100 pointli hərəkət. Ha, bunlar mənasız şeylərdir. O hərəkətin böyük ya da kiçik olmasının heç bir anlamı yoxdur. Sən kiçik hərəkətdə də böyük qazana bilərsən, böyük hərəkətdə də kiçik qazana bilərsən. Onlar, yəni mən volatilliyə baxıram. Bir də ki, pozisionalayacağım yerin hədəf və stopa qədər olan point ölçüsünə baxıram. Ola bilər ki, yəni mən volatillik əgər ki, orada hədəfimə qədər 50 point varsa, mən demirəm ki, birinci ilə girim 10 pointlik hərəkəti tutum və yaxud da 20 pointlik hərəkəti. Mən ona uyğun ölçümü nizamlayıram da 50 pointlik hissəyə uyğun girirəm. Nə 50 point artırıram ki, yox 50 yox 100 tutum. Nə də ki, düşünmürəm ki, 50 yox 10 tutum. Çünki bunu azaldanda marketin stopa dəymə ehtimalı da artır. Hədəfə qədər deyək ki, sizin normal hədəfinizə qədər 100 point var, amma siz deyirsiniz ki, 100 pointun hamısını tutmayım mən, bunun 5 pointini tutmaq istəyirəm. Bu biraz çətin məsələdir. Çətin məsələ, çünki ehtimalını azaldır axı. Siz darlaşdırdıqca onun ehtimalını da azaldır. Yəni mənim pozisiyalamaq əsas vərdişlərim var. Pozisiyalamaq vacibdir. Ondan sonra da pozisiyalayanda siz artıq ölçüyü də orada müəyyən edirsiniz. Girişə və s. hamısı uyğunlaşır. Bunlar get-gedə formalaşacaq olan vərdişlərdir.
Yəni hər şeyin bir formalaşma periodu var. Yəni düzgün bir beyin state deyək, beyin vəziyyəti deyək. Bunun tam olğunlaşması üçün düzgün yol izləsəniz bir neçə aya formalaşır həmin o state. Deyək ki, artıq bir yanaşmanız olsun, bir necə deyim, bir yüksək ehtimallı yanaşmanız olsun. Bunu öyrəndiniz, bunu hər gün görürsüz marketdə. Bunun tam olğunlaşma və oturma periodu da yenə eyni zamanda minimum 1 aydır, bir neçə aydır ki, o tam beyin vərdiş eləsin, emosional vərdiş eləsin, tam reaksiya versin, tam bədəniniz qəbul eləsin yanaşmanı, qeyri-müəyyənlikdə. Eee, Auction market teoriyi dərindən öyrənmək üçün hansı mənbələrdən istifadə etmək olar, hansı mənbəni? Belə deyim, o qədər də çox mənbə deyəndə sizə bir dənə kurs şey eləmişəm, pulsuz verdiyim. O təməl kimi ona baxa bilərsiniz, amma o qədər də necə deyim, bir də irəli səviyyə bir kurs deyil. O Patrick Neilginin o TTT mentorship. O qədər də yəni irəli səviyyə bir şey deyil. Nisbətən təməl kimi ona baxa bilərsiniz. O şey üçün, yəni ödənişsiz öyrənmək istədiyiniz mənbə. Yoxsa internetdə elə də bir yer yoxdur. Bir də köhnə kanallar bəlkə 10 ilin, 15 ilin onlardan videolarından məsələn baxa bilərsiniz, nisbətən öyrənə bilərsiniz. Yenilərə məsləhət görmürəm. Çox edit eləyirlər, belə qəşəng görünür. Onların başını buraxın. Onların başını necə deyim, buraxın, çox şey olmur. Mən treydə başlayanda mənə ilkin məsləhət görmüşdülər. O vaxt 2K takipçisi var idi YT-da, tanımırdım. Artıq 6 aydır AIST trade etmirəm, amma ətrafımda AIST trade edən o tanışlar qalıb və mənim order flow-la trade etdiyimi görəndə mənim etdiyim mənasız gördülər. Hər şeyi bölüşdüyüm insanlarla trade barədə onlardan uzaqlaşdım. Artıq fon keçəndə onlara sertifikat atmıram. Özümü sübut etməyə çalışmıram. Həm də eksperiment kimi olsun, sırf trade üçün deyirəm. Mən ailəmə və ya kiməsə bu işdən qazandığımı sübut etməliyəm hissi olacaq və sizi çox Bəli, bu proseslə özünüzə qətiyyən dəyər biçməməlisiniz. Performansla, proseslə özünüzə dəyəri, özünüzün advokatlığınızı bununla əlaqələndirməməlidir beyin. Bunlar avtomatikdir, sizdən asılı deyil, amma bu avtomatik bunu əlaqələndirən limitləyici inancları dəyişmək lazımdır. Sualım odur ki, mən o insanları doğru yola çəkməyə çalışdım. Nihata qulaq asın dedim. Sadəcə Mindfulness seriyasının heç olmasa mənə dedilər ki, səy mənaşiti ilə bacarıram deməyi idi. İçdən içə bilirlər, nəyisə səhv edirlər və yenə hələ də davam edirlər itirməyə. Bu beyində olan insanın səhv elədiyi şeydə israrla qalmağa məcbur edən nədir? Bir məsələ var ki, onların təcrübəsizliyidir, yeni başladığıdır. Bir məsələ var ki, hələ də ümidləri var ki, nəyisə sanki yanlış eləmirlər və həqiqətən qazana bilərlər. Həqiqətən qazancın bilirsiniz qumar necə bir şeydir? Artıq qumara çevrilən beyin bilirsiniz necədir? Elə düşünür ki, ucu qazanc əlinin altındadır. Az qala tutacaq, az qala tutacaq. Bizim o biraz vəhşi təbiətimizdir ki, biraz necə deyim, o nəyisə belə şey eləyəndə artıq şey oluruq, necə deyim, onunla obsessed oluruq. Elə bilirik ki, bu saatca çıxacaq, bu saatca qazanacam, bu saatca şey olacam. Aha, tam ucundadır. Yəni onu tam əldə eləyənə qədər sanki elə bir əl çəkmir. Əl çəkmir. Sırf elə istəyir ki, sırf şey eləsin. Bunun təbiətdən niyə bizə miras qalıb? Yaxşı, bizim niyə bu təkamüldə bizə miras qalıb? Bir şeydən tutub yapışmaq sanki elə hiss edirsən ki, ha, çatdın, mütləq onu almalıyam, mütləq onu almalıyam. Bu həyatda qalma avantajı təbii ki, əsasən heyvan savannalarda bizim heyvan ovladığımız vaxtlardan qalan bir şeydir ki, chasing eləyirik. Nə isə chasing eləyirik. Nə iləsə obsessed oluruq. Hardasa tutdum, hardasa tutdum, mütləq tutmalıyam. Bu tutqu deyim. Bu emosional qalan belə necə deyim, beynimizdəki miras deyim. O bizdə də hal-hazırda var və hal-hazırda qumara səbəb olan şeydir. Hardasa əlim çatdı, hardasa tutdum. Ay bu dəfə olmadı, bu dəfə olacaq. Bu dəfə olmadı, bu dəfə olacaq. İçindəki o necə deyim, o atılqanlıq, təkamül prosesində bizə qalan mirasdır. Və marketdə də yəni deyirəm, onlarda özünü göstərir. Onlarda özünü göstərir ki, sanki inanırlar ki, bu yol necəsə doğru yoldur və hardasa əli çatdı. Hardasa əli çatır da, az qalıb. Əli çatacaq. Elə inanırlar. Bura başladıqları gündən çünki gördükləri gerçək odur.
Yaratdıqları reallıq odur. Elə bilirlər ki, bu reallıq artıq marketi izah eləyir və gerçəyi budur, marketin gerçəyi budur. Dəyişmək istəmirlər. Buna koqnitiv dissonans deyilir. O insanlar təhlükəlidir, onlardan qaçın. Yəni koqnitiv dissonans nədir? Bir inanc sistemindən yapışır, bir qavrayış bucağından yapışır və onu dəyişmək istəmir. Onun içində kilitlənib ilişib qalır. Yəni yenə deyirəm, onları dəyişməyə məcbur deyilsiniz. Dəyişməsinlər, öz yolları ilə getsinlər. Siz bilirsiniz ki, nə edirsiniz. Etdiyiniz şeyə güvənirsiniz. Yəni çox belə necə deyim, çalışmayın ki, bunları dəyişim ya düzgün yola çəkim. Çünki koqnitiv dissonansı olan insanlar nisbətən çətindir. Onları başa salmaq çətin məsələdir. Mənim özüm çox elə insanlarla qarşılaşmışam. Elə yəni necə deyim, elə tiplərlə qarşılaşmışam ki, söhbət eləmişəm ki, danışsam inanmazsınız. O koqnitiv dissonans olsun, o limitləyici qavrayış sistemindən olan insanlar. Ona görə də artıq mən müəyyən eləyəndə həmin cür insanları uzaqlaşdırıram. Görürəm hə, bu komment yazıb, cavab yazıb başımı ağrıtmıram. Oradan blokad rədd eləyirəm ki, bir də bunun qarşısına çıxmayım, ya da ki, bu da bu mənim qarşıma çıxmasın. Ümumiyyətlə seçirəm. Görürəm kanalda Inti Futures olsun, o qrup olsun, Senat qrupu olsun. Kimsə orada görürəm ki, hə, bu aramıza uyğun adam deyil də. Bu ümumiyyətlə dünyanı gördüyü bu gözlər çətin ki, dəyişə. Onu aramızdan uzaqlaşdırıram. Yəni elə insanlara yer yoxdur. Çünki onları irəli aparmaq çətin məsələdir. Bəlkə o vaxt irəli gedərlər ki, başları 50.000 dəfə daşdıra deyə çabalayarlar. Way. Bir müddət gələndən sonra bəlkə yetişməyə başlayalar. Amma hələlik çətin məsələdir ki, siz dəyişəsiz. Xarici kanalları tövsiyə edəndə İman Trading kanalını heç tövsiyə etmirsən? O yaxşı kanaldır əslində. Sadəcə o deyəsən tradinglə bağlı kontent yaratmır. Daha çox şeylə kontent yaradır. Skamerlərlə və sair bağlı kontent yaradır. Həm İman Trading olsun, həm başqası var, onlar olsun. O bir dənə oğlan var, belə British havası verir. Açıqsı var. Bir dənə də belə sanki kiçik Britishlər olur, belə o 10-15 yaşında olan. Onlar kimi hava verir. O da çox yaxşı kanaldır. Yəni o şeyləri hə, tapdım. Tommy in Time. Yazım adını bura. Hara yazım? Gələ bilərsiniz. Yazdığım postun altına. Bu da yaxşı kanaldır. Yəni maraqlıdır. Demirəm, nəsə öyrənərsiniz. Sadəcə göz açmaq üçün biraz maraqlıdır ki, hansı skam yollarından istifadə edirlər, kimlər kimdir. Ona görə ona da baxa bilərsiniz. Sizə görə 150K yoxsa 50K top step. Burada demək istədiyim dostum, təbii ki 50K. Yəni bir dənə 150K almaqdansa 3 dənə 50K almalısınız. Çünki bir dənə 150K-lıqda hədəf nə qədərdir? 9K, limit də ki 4500. Amma bir dənə deyək ki 3 dənə 50K alsanız, hər birinin hədəfini 3K-dan hesablayın, eləyir 9K. Hər birinin limitini 2K-dan hesablayın, eləyir 6K. Biri var siz 6K limitlə trade edəsiniz, biri də var 4500. Ona görə də 50K-lıq hesabları keçmək ehtimalınız da, ondan sonra payout alma ehtimalınız da 150K-lıq hesablardan çox daha rahatdır. Yəni bir dənə, 2 dənə 150K-lıq istifadə etməkdənsə bir neçə dənə 50K-lıqlar götürüb onlarda trade edəsəniz, yəni bu irəli getmə ehtimalınızı çox daha 20-25% artırır. 25% daha çox yüksək ehtimalla siz hesabı keçirsiniz. Bu sahəyə ilk harda rast gəldiniz, harda gördünüz, necə başladınız? Mən ümumiyyətlə bu 2020-dən, hardasa 2019-2020-dən mən əsas YouTube menecerliyi eləyirdim. YouTube idarə elədiyim, artıq monetizasiya edən YouTube kanalları var idi. Öz kanalım deyil, sadəcə idarə eləyirdim. İstər editing olsun, istər necə deyim, kontent yaradıcılığı olsun və s. O vaxtlardan elə bilirsiniz, bura başlayan insanlar adətən onlayn gəlir mənbələri ilə çox maraqlananlar olur. Necə deyim, istər kripto olsun, istər YouTube olsun, istər onlayn satış olsun, belə şeylərə girişən, maraqlanan insanlar olur. Elə həmin dönəmlərdən ümumi olaraq hardasa 2019-2020-dən kripto hesab aça bilmirdim, amma sadəcə olaraq belə öyrənirdim. Texnik kağız üstündə filan belə YouTube dərslərinə zada baxırdım, elə öyrənirdim. Ondan sonra yaşım tamam olandan sonra da, biraz da ondan əvvəl başqasının adına
düzdür, bu biraz əslində düzgün deyil. Ona görə deyirəm, yaşınız çatmamış çalışın ki, trade eləməyin, sadəcə öyrənin. Ondan sonra da ki, ancaq futures. Yəni normalda bəli, o trade eləmək qadağandır. Əgər məsələn, 18 yaşdan az yaşınız varsa öyrənin. Öyrənməkdə heç bir problem yoxdur, amma məsələn ailənizdən kiminsə adına hesab açıb trade eləməyiniz o şey, legal deyil. CFTC yəni qadağan eləyir. Amma ki öyrənə bilərsiniz. Yəni ki, əsas rastlaşma belə deyim, insanlar o vaxtdan maraqlanır da, o istər YouTube olsun və sairə olsun. Mən də ki, o həmin sahələrə girişən biri idim. Onsuz da mənim YouTube təcrübəm çoxdur. YouTube-la bağlı, yəni kifayət qədər çox bilirəm. Mənim bildiyim YouTube 2019-da zadda qaldı. Mən əsas onda idarəçi idim. Aaa, istər YouTube, şey olsun, YouTube Studio olsun, istər alqoritm olsun. Yəni onda YouTube tamam fərqli idi, amma hal-hazırda dəyişib. Qaydalar da çox dəyişib, alqoritm də çox dəyişib, tövsiyə edilən videolar və sairə olsun, ondakı kimi deyil. Hal-hazırda sırf monetizasiya eləyən, keyfiyyətli kanal idarə eləmək nisbətən olsun ki, istifadə edilməli olan yanaşma dəyişsin. Yəni həmin vaxtlardan elə kriptoya da elə yönəlmişdim. Ondan sonra da bir müddət pandemiya başladı, məşğul olmağa daha çox vaxtım olurdu pandemiya dönəmlərində. Elə ondan sonra da get-gedə yanlış yollardan keçə-keçə bitəri şey eləyə bildim. Ona görə də mənim qədər bəlkə də, bu sahədə yanlış eləyən yoxdur burda. Məni qədər yanlış eləyən yoxdur. Ona görə də mən hal-hazırda bilirəm ki, potensial birinin qarşısındakı maneə nədir. Kimlənsə danışanda mən başa düşürəm ki, bunun neçə il təcrübəsi var, nə bilir, nə bilmir, həqiqətən qazanır yoxsa qazanmır. Həmin adamla söhbət eləyəndə mən bunların hamısına bələd oluram. Bircə cümləsi kifayət eləyir ki, hətta bu yaxından bir şey dedim, səs tonundan, səs frequency-sindən, yəni səs tezliyindən başa düşürəm ki, bu kimdir? Səs tezliyindən belə danışanda tutmaq olur ki, bu nə danışır? Bu heç özü bilmir nə danışır. Plüyür ancaq. Yəni belə heç lap dilini başa düşməsəm, lap Hind dilində danışsın, lap Çin dilində danışsın, tutmaq olur ki, artıq bu kimdir. Belə rəsmiləşən, belə necə deyim, şablonlaşan insanlar adətən elə görünməyə çalışırlar. Bir şeyi yetəri qədər bəsit izah eləyə bilmirsə kimsə, deməli o şeyi bilmir. Biraz şey eləyir, rəsmiləşdirir, bəzək vurur, rəngləyir, qrammatikası mükəmməl, hər şey mükəmməl, deməli həmin kəs onu bilmir. Sadəcə olaraq ki, bilmədiyini ört-basdır eləməyə çalışır ki, kənar şeylər istifadə eləyərək onu bəzəsin. Onu sanki bilirmiş kimi göstərməyə çalışsın. O da ki, çox artıq süni görünür. Gülünc vəziyyətə düşür özü. Abi, bəs necə stabil məsələn fon götürmüşük, stabil gedə bilməmişik. Ən çox elədiyimiz səhv 50K-lıq hesabda 30 USD əməliyyat açmağımdır. Onu necə eləyim ki, olmasın. Məsələn 400 stabil olsun ki, mən əməliyyatı elə açım və həyəcan falan olmasın. Bir də 930-da çıxardığım başqa bir modelin onu nə qədər müddət çıxarmısan. Yenə deyirəm, amma model çıxarmaqdır, strategiya yaratmaqdır. Belə şeylər mövcud deyil. Belə şeylər mövcud deyil. Mən marketə, yəni necə deyim, istər istifadə elədiyim bütün yanaşmalar olsun, hansısa birdən-birə bir günə ağlıma gəlmir ki, mən səhərdən bunu trade eləyəcəm. Mən illərdir qrafikə baxıram, illərdir artıq o necə deyim, istər Volume Profile olsun, hər zaman yanımda açıq olub, istər Cumulative Delta olsun, yəni istifadə etdiyim yanaşmaların kökənində dayanan şeylər olsun, kontekst olsun. Bunlar o qədər artıq mən görürəm, o qədər artıq görürəm ki, artıq bu kontekst get-gedə zənginləşir. Hansısa şey çıxartmaq deyilən bir şey yoxdur ki, siz qarşınıza belə necə deyim, laboratoriyaya girəsiniz, maddələr götürəsiniz, bir-birinə qatasınız. Babam, belə şey çıxa ortaya, model çıxa və siz o modeli götürəsiniz də yapışdırasınız marketdə, onunla trade eləyəsiniz.
Yəni illər lazımdır ki, siz onu görəsiz, güvənəsiz artıq həmin konteksti tətbiq eləyəsiz marşrutda gündən-günə, yəni onu yoxsa birdən-birə hardansa, yəni laboratoriyaya girib də şey eləmirsiniz, "Vse qurtardı, mən bunu çıxartdım" deyə bir söhbət qətiyyən ola bilməz. Davamlı qazanmağa hardan sonra başladın? Əsas texniki, manipulyasiyalarda absorption and exhaustion bir yerdə istifadə eləmişəm. Ondan sonra bəli, artıq yanaşmanın konteksti zəngin olduğuna görə, yəni absorption, exhaustion üstə gəlinsin, yəni daha çox turtle soup, texniki manipulyasiyalar, bunun da artıq körpü tapmışam ilk olaraq. Bunları köhnə materiallarda əsas izah eləmişəm. Sonra da xarici kanalımda turtle soup-u filan hər kəsə açıq paylaşmışam. Çünki artıq yenə deyirəm, istifadə eləmirik artıq çox uzun bir müddətdir ki, yəni sırf absorption, exhaustion-dan texniki manipulyasiyalar bir yerdə. Çünki də artıq daha peşəkar, daha yüksək win rate-li, daha az zaman aparan yanaşmalarım var. İlk payout-dan sonra nə edilməlidir? Məsələn, 1200 payout-dan sonra nə etmək daha doğru olar? Əgər hesab durursa, yenə etmən gərəkəni edirsən. Yox, əgər hesab batırsa 1200 payout-dan sonra, onun bir hissəsinə yenə kiçik hesab götürməlisən, qalan hissəsini isə əl vurmadan saxlamalısan. Qalan hissəsi isə, əl vurmadan saxlamalısan. Tommy Anytime yox, o şey deyil, Tommy Anytime o başqa kanaldır, onu elə belə göndərmişəm. Hə, əl vurmadan saxlamalısan. Heç ora çoxdan da video yükləmirəm, bir vaxtım olur. Ora ilə məşğul olsam əslində çox sürətlə böyüyür. Xarici kanal çox sürətlə böyüyür. Bu çünki qlobal, biri var qlobal, biri də var ki, sırf Azərbaycandan səni izləsinlər. Amma orayı da məşğul olmuram. Elə bir həvəsə bir 5-10 dənə video atmışam, çoxdandır ki də yükləmirəm video. Aaa, hə, bir hissə 1200 payout-un bir hissəsini götürüb kənara qoymalısan, bir hissəsinə yenə hesab götürməlisən və sən bilməlisən ki, 1200 payout-u yəni bəxtəbəxt götürməyibsən də. Bilirsən ki, etmən gərəkəni edibsən, nə etdiyini bilirsən və beləliklə qazanmısan. Yəni həqiqətən lazım olan yerdəsən. Emosional auditoriyan olsun, inancların olsun, işin düzgün edilişini artıq eləyə bilirsən və nəyə baxdığını da bilirsən marketdə. Hə, bunda bir növ süqtayda yeni hesab götürürsən. Hesabın batmasında heç bir problem yoxdur. Bütün hesablar zamanla mütləq ki, bir yerdə batacaq. İstənilən fon hesabı mütləq ki, bir yerdə batır. Yəni ömür boyu qalan fon hesabı deyilən bir şey yoxdur. Bir qədər ondan payout alacaqsan, bir qədər şey olacaq, ondan sonra bir yer çatacaq ki, artıq hesab get-gedə geriyə doğru gedəcək. Çünki return çoxdur. Tələb edəkləri return çoxdur və riyazi olaraq nə qədər irəli də getsəniz, bir qədər payoutlar aldıqca hər dəfə payout alanda o hesab biraz geriyə düşür. Hər dəfə payout alanda o hesab böyük limit itirir, böyük buffer itirir və riyazi olaraq bu payoutlardan sonra mütləq ki, hesab bir yerdə artıq limitə çatır. Bir neçə əməliyyata da elə yerə çatacaq ki, bir neçə əməliyyata da ki, limitə az qalıb deyə tezliklə batacaq. Yəni çox normal bir şeydir. Orda artıq nə isə yanlış bir şey axtarmamalısınız ki, özünüzdə bir dənə hesab ömür boyu sizdə qalsın, ömür boyu payout olasınız. Heç elə icazə verən fon firmaları belə yoxdur ki, məsəl üçün MFF-də necədir? MFF-də starter hesabda limit var. 4K-dımı, 5K-dımı, 50K-lıq MFF-də limit var. Sapiens tərcüməli versiya. Hə, məndə o kitabın ingiliscə olanı var. Mütləq ki, çalışın ki, Sapiens-dir, bir də o digər məsləhət bildiyim kitabı oxuyasız. Görüm suallar başqa harda nə qaldı? Canlı bitdikdən sonra YouTube-a bəli yükləyəcəm. Hardasa 15 10 dəqiqə filan da canlı olacaq. Ondan sonra başqa bir dənə zəng görüşü də olmalıdır. Onsuz da gecikib. Görüm suallar hardadır. Ola bilər gözümdən qaçan var. 50K hesabda maksimum nə qədər payout almaq olar? Fondan fona dəyişir. Top stepdə maksimum 5K-dır. Yəni bir əməliyyat var, bir payout başına 5K-dır. MFF-də 1K-dır. Yəni hamısında dəyişir. Tradify filan bilmirəm nə qədərdir. Yəni futures fonları çoxdur.
Bu Sapiens kitabı var, Həmid. Onun bir dənəsi var. Üzü çox belə şeydir, necə deyim, daha çox orijinaldır. Sanki barmaq izi də belə şeydir, əsl nəşriyyatından gələn deyəsən. Bunlar kopya olur. Amma əsl nəşriyyatdan çıxanlar kitaba baxırsan ki, tamam başqa şeydir. O barmaq izi əlinin üstünə qoyanda hiss eləyə bilirsən. Əlavə bir neçə də sualınız qaldısa yazın. Mən əsas sualların üstündə danışıram, əlavələr edirəm. Daha çox rəngli, daha çox, necə deyim, dəyərli keçməyinə çalışıram söhbətin. 35 nəfər var hardasa. Yəni nə qədər ən əsas çalışdığım odur ki, daha dəyərli keçsin, daha yaddaşınız zənginləşsin, daha düzgün yönələsiniz. Şəxsidən gələn suallar da var, görək nədir? Psixologiya mövzusuna toxuna bilərsiniz. Modelimdə problem yoxdur. Sadəcə əsas lazım olan psixologiya. Bu haqda xeyli danışdım, amma yenə deyirəm, şeyə də baxmalısınız. Sonra şəxsidən gələn sual var ki, payout eləmək üçün Azərbaycanda ən uyğun fon hansıdır? Futures fonlarından rahatlıqla payout eləyə bilərsiniz. Hansısa qarşınıza maneə qoymurlar ki, filan ölkədə payout eləmək qadağandır. Bəzi fonlar var ki, məsələn Apex-dir. Onlarda eləməklə hesab ala bilmirsiniz. Məsələn, ölkə üçün bağlıdır. Amma yəni top stepdir, şeydir. Onlar bir qalarası yoxdur, yəni hansısa bir. Amma bir ara bir növ bir qrup nə ağarırdı? 50K-lıq hesabı 50% endirimlə alacağam deyib də, siz də məsəl üçün deyək ki, 50K-lıq hesab $50-dır da. Siz onun məsələn deyəsən yarısına endirəndə 50 manat filan edir, nə qədərsə. Deyirsiniz ki, endirimlə alacağam. Götürürdü hesabı, nə edirdi? Hesaba girib də orada nəsə şey var. Elə bir ödənişi göndərir, sonra bank birbaşa ödənişi geri çəkir. Bu da qanunsuzdur. Mənim tələbəmin birində elə eləmişdilər. Payout-a çatanda payout eləyə bilmədi. Çünki gördü ki, hesabında əvvəl belə bir şey olub deyə artıq qadağa qoyublar payout-una. Payout eləcə çıxarda bilmədi. Bu bilirsiniz nə olur? Artıq bunun sayı artanda, yəni o hesabı endirimlə alacağam deyib, yəni hesabının kodunu mənə ver, top stepə girim, sənə endirimli hesab alacağam deyib, ona gedirlər də o yola əl atırlar. Yəni fırıldaqçılıq yoluna əl atırlar. Həmin hesabda bircə dəfə elə bir yanlış şey olsa, siz ömür boyu artıq top stepdən payout ala bilmirsiniz. Çünki o artıq qayda pozuntusu sayılır. Yəni orada bircə dənə belə yanlışınız olanda, yəni qara siyahıya alınırsınız. Əgər hansınızsa hesabında elə şey olubsa, yəni indidən desin, yəni kiməsə pul atıbsınızmı ki, hesabınıza girsin də endirimli top step hesabı alsın. Chargeback, bəli. Dispute chargeback elə bir şey olmalıdır. Yəni əgər olubsa, yəni oyun üstündə boşa əziyyət çəkməyin. Çünki olubsa hesab şikəst qalır bir növ. Yəni onlar da ki, qazanc qazanır. Siz 50 manat atanda beləcə şeylər elə bilirlər. Yəni hər cür fırıldaqçılıq eləyən adam görmüşəm. Hər cür fırıldaqçılıq eləyən adam görmüşəm. Bir nəfərin belindən 50 dəfə onun qanın içində görmüşəm. Heç Azərbaycanda da özünüz bildiyiniz kimi nə qədər olub. Bir ara bilmirəm, birinə 5-10 videoluq şey satasan, məhsul satasan, sonra brokerla əməkdaşlıq edib cəmaata məcbur depozit elətdirəsən, pulsuz siqnal verəsən. Ondan sonra yeni bir şey satasan, ondan sonra bir nəfərə yeni bir şey satasan, ondan sonra yeni bir şey. Hər növ fırıldaqçılıq eləyən olub. Bir nəfərin üstündən hətta 50 manat atasan, top stepi endirimlə alacam. Əgər eləyiblərsə, yenə deyirəm, top step hesabınızı üstündə əziyyət çəkməyin. Chargeback dispute olanda ya da ki, supporta yazın ki, məndə belə bir şey olub, yəni etiraf eləyin, deyin ki, mən bunu əlavə ödəniş eləyimmi? Yəni hesabın əgər ki, ödənişini eləməyibsinizsə, chargeback olunubsa, gərək hesabın məsələn 50K-lıqsa $49 ödənişini eləyəsiniz ki, yəni ki, bəlkə də açmağa şans verərlər. Amma yoxsa payout-a çatanda payout vermirlər. O da ki, emosional olaraq da çox təsir eləyir. Hansı ki, siz ilk payoutunuza çatasınız, bir də xəbəriniz olur ki, şərəfsizlər belə bir şey edib. Yəni yenə deyirəm, Top Stepdə endirim var, 25% hazırda endirim var. Ondan başqa hansısa
bir sehr yoxdur ki, hesabı endirimlə ala biləsiniz. Əgər olsa, yəni paylaşardım ki, hə 50K-lıq hesabı bu qədər endirim. 25% qanuni endirim var. Dash 25 kodunu yazaraq bir hesabda 25% ucuza ala bilirsiniz. Amma Fisuda ondan başqa hansısa endirimi yoxdur. Hansısa kampaniyası yoxdur. Onsuz da top step hesabları endirimdədir. Normal qiymətindən çox-çox aşağıdır qiymətləri. Yəni nə qədər ki də bu endirimdədir, onsuz da ki ucuzdur qiyməti. Yəni digərlərinə nisbətən. Baxın buyurun başqa sual. 5-3 dəqiqədə əlavə suallar olsa cavablayacağam, sonra yekunlaşdırırıq. Maraqlı olduğunuz, yəni həmişə bu şeyə, məsələn podkastlar hər gün olmur ki, bir müddət olur. Maraqlı suallarınız olanda bir yerdə saxlayın. Biraz pulun qavrayışı, onun idarə edilməsi, hazırki qavrayış və olması gərəkən qavrayış haqqında danışa bilərsən? Bu əslində biraz uzun söhbətdir. İnanmıram ki, 5-3 dəqiqəyə bunu sıxışdıra biləm. 5-3 dəqiqəyə sıxışdıra biləm. Amma ümumi olaraq deyə bilərəm ki, pul barəsində olan limitləyici inanclarınız və yaxud da ümumiyyətlə inanclarınız, onu necə idarə edəcəyinizə, nə qədərinə sahib olacağınızı müəyyən edir. Bir növ yaxşı bir söz, keçən dəfə demişdim onu. Yəni dünyadakı bütün pulu bir yerə yığsan, hər kəs arasında bərabər bölsən, pul əvvəlki sahiblərinin cibinə yenidən qayıdacaq. Yəni birinci cibinin ölçüsü böyük olmalıdır. Yəni o cibinin ölçüsünə uyğun sənə pul gələcək. Məsələn, ondan artıq gəlsə, yenə daşacaq, sən onu idarə edə bilməyəcəksən. Tamam səbəbsiz xərcləmələr eləyəcəksən, nə bilim, elə belə o pul barəsində olan inanclar, xərc barəsində olan inanclarla birbaşa bağlıdır. Və limitləyici inanclar da pulun məbləğinə görə dəyişir. Məsəl üçün, deyək ki, bir yeməyə sən nə qədər versən, ona çox deyərsən. Məsəl üçün, bir yeməyə 1K, 10K, 20K, 50K, yəni nə hansı məbləği ödəsən, sən həmin o məbləği çox görərsən. Deyək ki, bir axşam yeməyinə. Məsələn, bu məbləğ hamıda fərqlidir. Biri deyə bilər ki, mən 100 manata çox görürəm. Biri deyə bilər ki, mənə görə 1000 çoxdur. Biri deyə bilər ki, mənə görə 10.000 normaldır, amma 50.000 çoxdur. Yəni bu qavrayış şəklinə görə, pula qarşı olan qavrayış şəklinə görə dəyişir. Buna görə də insanlar həmin o inancların gözündən görərək təbəqələşmə gedir. Pula qarşı olan inancların gözünə görə təbəqələşmə gedir ki, bir insanlara görə hansı limiti, hansı inanc bəlli eləyir. Hansı inanc artıq onu limitləyir. Bilir ki, hə, mən bu qədər pulum olsa, mən deyərəm ki, bu qədər kifayətdir. Məsələn, aylıq gəlirim 20K olsa, mən deyərəm ki, bu qədər kifayətdir və bunu onsuz da düşünən, 20K ona aylıq olaraq çox görünən, əlbəttə ki, artıq 30-a keçə bilməyəcək, çətinlik yaşayacaq. Çünki artıq bunun üçün çox məlumdur. Çox məlumdur. O çoxu siz beyninizdə dəyişməlisiniz. Ümumiyyətlə, pul deyilən bir şey mövcud deyil. Mövcud deyil. Onun mövcudluğunu biz inanırıq deyə var. Yəni biz yaradılmış reallıqlardan biridir. Və həmin yaradılmış, mövcud olmayan reallığa qarşı da çox limitləyici inanclarla baxırıq. Çox belə romantikləşdirilmiş, çox belə ilahiləşdirilmiş inanclarla baxırıq. Onu dəyişsəniz görərsiniz ki, əslində məsələ pul deyil. Məsələ artıq pula bağlı olan digər şeylərdədir ki, siz hansı kim olmalısınız? Nə etməlisiniz yox, sual o deyil ki, nə etməlisiniz ki, qazana biləsiniz. Sual ondan ibarətdir ki, artıq kim olmalısınız? Hansı gözlərdən görməlisiniz? Yəni hansı gözlərdən görməlisiniz? Belə canlını indi yekunlaşdırıram. Ümid edirəm ki, yenə faydalı keçdi. Növbəti canlılarda, yəni podkastlarda görüşənədək. Gecəniz xeyrə.